Yeni vlogdan hər kəsi salamlayıram qızlar. Biz başladıq günə Abbasla, Rasimlə daha doğrusu qızlar. Abbas bağçadadır, Rasimlə gedirik. Həm sizin üçün maraqlı çəkilişlər eləyək, həm biraz ana-bala vaxt keçirdik. Qış tətili deyənə istirik, qış tətili maraqlı keçirdik. Aferin, oğlum. Buna baxın, nə qəşəngdir. Rasim orada şəkil çəkdirmək istədi. Getdiyi şəklini çəkdi. Zoo mağazanın yanıdır. Hə, qəşəngdir Rasim. Biləcəri dairəsindəyik. 135-i gözləyirik, gəlsin. Gedirik Xırdalana. Xırdalanda qızlar Sinsay mağaza açılıb. Mən çox sevinirəm ki, Xırdalanda filialı açılıb da. Nə gözəl, nə xoş. Gedək qəşəng baxaq. Sinsay dedim, yoxsa Dekaliv dedim. Ayda. Sinsay idi, yoxsa Dekaliv idi. Bax, ikisindən biri. İndi bu dəqiqə yadıma gətirə bilmirəm hansıdır. Neyse, indi gedək baxaq görək hansıdır. Nəsə Sinsay idi qızlar. Hə, gedək görək nə var, nə yox. Qış tətilində istəmirəm evdə otursun çox. Dərslərin gəlib eləyəcəyik inşallah Motinin. Belə. Ola bilsin Sumqayıta da gedərik. Düz qızlar Xırdalanda. Afla üzbəüz. Burada Sinsay mağazası açılıb. Bura gəlirik. İnşallah. Böyle mağazadır. Bilirsiniz bunun bir filialında filmlerde çekmiştim sizin için. Bu da Xırdalan filialıdır. Şey büyük mağazadır. Allah. Şey büyük lifte var. Baxın, məsəl üçün belə koftalar 20 manat. Məsəl üçün belə koftalar 21 manat, qəşəng. Yumuşaq 25. Məsələn belə qalın. Bunlar məsəl üçün 21 manat. Məncə əladır, yaxşı, isti. Qəşəng. Sonra bunu içəyədim. Yaxşı ömrüm, yaxşı. Bildim də eşitdim, yaxşı deyə. Qiymətləri yəni çox münasibdir, yaxşıdır. Bax 20 manat da belə. Peluşlar da var. Dünən New York'a biz getdik. Oradakı qiymətlərdən sonra bunlar bir şork. Maraqlı donlar. Gəl qablara baxaq. Tenis toplar da var. Əslində qızlar tenis topu istəyirəm almaq, düzün desəm. Görün içəridə çəli. Bax qutka əgər yuyacaqsınızsa tenis topu ilə yumaq yaxşıdır. Mən axtarırdım. Bu götürün bunu, al. Tenis topu. Qutqalar, məsələn bu belə mənim balonkam kimi də balonkalar var ha. Bax belə balonkaları yuyanda istifadə etmək lazımdır. Balonka nədir? Balonka bu. Sənin əlindəki mənimki. Birazdan bunlar yuyulacaq da, yuyulmalıdır şey. Yuyanda məncə istifadə etmək olar. Baxın, qaşın yastıqları falan. Upakovka eləmək üçün. Sonra bax belə. Görək bunlar neçə. Bunlar 3 manatdır qızlar. Yaxşıdır. Corab üçün. Ancaq. Bu top nədir? O topdur da, tenis topu. Şey qablar falan var. Mən bəyəndim də, keçən səfər dedim də sizə. Zefir Mall'da da çəkmişdim. Bunlar nə qəşəngdir. Dan görə bunlar neçədir? 8 manat. Aşağı bax ana. Bundan istəyirsən. Mən bizdə var da ondan Rasim. Buradan almışdım elə mən Sinsaydan. Bundan istəyirsən aşağı. Yox. Baxaq. Bunlar da qəşəngdir amma ha. Şeyin qabağına. Da kosmetika yerinin qabağına. Qəşəngdir, bax fırçalar da qəşəngdir, bunlar da. Məncə bunlar yaxşıdır. Üstüməndə hələ bir şeylər istəmirəm, nə yalan deyim. Görək nə var, nə yox. Yavaş Rasim. Bunlar da qəşəngdir ya. Şamdan kimi 6.50. Bunlar da qəşəngdir, 5 manat. Bunlar da yaxşıdır. Bu baxım. Kutular falan maraqlıdır. Qoyun sana 3 manat budur.
Oo, qızlar burada o qədər qəşəng şeylər var. Bayaqdan baxıram. Bir də fikrim yayınır ki, baxıram heç nə çəkmirəm. Əla, qızılı. Bunlar da qəşəngdir. Our happy place. Bunlar da qəşəngdir, bax qablar. Bunlar 5 manatdır. Bax bunlar nə gözəldir bu. Bu da 5 manatdır. Bunlar da yaxşıdır. Açar açmaq üçün. Qayıtma baxın. Rəsmi də uşaq görür ki, mən nəyəsə sevirəm. Tez göstərib, bunlar da qəşəngdir. Bu lampalarda Leyla'da görmüşdüm. Qızlar tanış onda, xoşuma gəlmişdi. Şamlar. Gedək. Maraqlı yerdir. Mücürlər də var. Mücürlər var. Gəl bura. Etap baxmaq istəyirəm. Nə qəşəngdir. Bunlar nə yaxşıdır, deyirəm gödə. Yox. Hətta bu nə qəşəngdir qızlar. Mənim elə bir elif görün neçəyədir bu. Bu mənim yataq örtümə uyğun gəlir. Ölçüsü 140'ın şeydir bu, hamam pərdəsidir, hə. O nə qəşəngdir. Pərdələr. Çox da qəşəngdir. Yuğulandır bunlar. Süfrələr, raynerlər var. Bu nə qəşəngdir qızlar. Ay Allah, bu nə gözəldir, baxın. Qəşəng. Maraqlı şeylər çoxdur qızlar. O qədər gözəl şeylər var burada. Çox bəyəndim buranı. Olsa bəyənirəm də belə şeyləri. Eyni şeyi təkrar deyəcəm ki, çox bəyəndim, çox bəyəndim. Gəldik mənim köşəmə. Yavaş. Çaşqa yerindən baxdım, düzün desəm çox belə sən deyən qəşəng çaşqa görmədim. Ay, bunlar nə qəşəng şirindir. Qəşəng çaşqalar var. Bunlar nədir görək? Sadə, vilkalar, turbuçkalar, belə. Get Rasim, yavaş-yavaş get oğlum. Bunlar da maraqlı bir şeylərdir ya, bax. Hədiyyəlidir, qəşəngdir. Kiməsə hədiyyə eləməliyik. Qiymətlər də münasibdir məncə. Şüşədir, hə, bu da qəşəngdir. Hə, taxtalar. Yağdanlıqlar da qəşəngdir. Bak qəşəngdir. Böyük bir ərazini bu arada əhatə eləyir qızlar. Böyükdür, çox böyükdür. Yumuşaq oyuncaqlar var. Paltar yeri qızlar. Paltar da uşaqlar üçün. Bax qiymətlərinə. Bəzən qiymətlərini çözə bilmirəm nəsə. Materialları çox qəşəngdir. Bir dəfə də demişdim də sizə ki, yoldaşım buradan uşaqlara almışdı. Bolqarıstanda olanda da ikisi qızlar. İkisi 18 manat, hə? Hə. Bir təhər yola verdik Rasimi. Materialına gözəldir. Bunların balacadır özdə. 13 manat. Bax, körpələr üçündür bunlar. Laf körpədir, körpəmiz yoxdur. Şalvarlar var, qəşəngdir, böyük şalvarlar qızlar. Deyim sizə 15 manata.
Mən də görmədim. Amma soruşdum zaten. İkili dəstlərdir, baxın qızlar. 25 manata 2 dənə pijama. Məncə əladır, yumuşaq, materialları da gözəldir. Sonra bax burada üçlü maykalar var qızlar. 3 dənə mayka boz, qara filan 11 manata üçlü. Məncə əladır. Sonra burada tumanlar var 6 manata. Neçə dənədir? 3 dənə. Əladır. 1-2 manata düşür. O zaman materialları da gözəldir. Əla. Elə bir Pinterest bir mağazadır da qızlar, yəni hər şey var da burada. Ay Allah. Hər bir şeylər var. Baxın, bunlara baxın. Uşaqlar üçün, qız uşaqlarına da gəlin baxaq. Biraz da sizin üçün qız uşaqlarına baxın. Oğlan uşaqlarına baxdım. Baxmadım, qız uşaqlarına keçdim. Mən də bir fikrim deyil, bir fikrimi tutmur ha, nə qəşəng. Mən qoyublar neçəyə kimidir. Ölçü 38, amma böyük görsəndi ya, elə bildim bir 40 var. Böyük ayaq olmağını qızlar. Pis tərəfləri. Mən böyük uzun sapaşka istəyirəm də, dizə kimi belə yuxarıda qızlar. Amma çox heyif ki qızlar, üzlərək deyirəm, yoxdur. Tapa bilmirəm. Gəl Rasim, balam gəl. Yoxdur qızlar, bəli, mən tapa bilmirəm, yoxdur. Sonra hudilər burada var. Hudilərin qiyməti çox yaxşıdır. Bu arada qiymətləri qızlar həqiqətən əladır. Oh, Allah, şükür Allah'ın bu günə. Allah bütün balaları qorusun. Bu ağlama proseslərin keçmişi də biz Allah'a min şükür. Sevinirəm. 41 qəşəng uzun ayaqqabıdır. Bunlar da qəşəngdir. Bunlar da mən görə 40. 41 də var görəsən. 40. Qəşəng böyük ayaqqabıdır. 40-a kimi var. Of qızlar, sizə necə anladım ki, görəsən, biləsiz, yəni dərdimi də, böyük ayaq olmağın dərdin qızlar, biz necə pis bir şeydir və əgər biraz da ayaqqabı sevənsizsə, mənim kimi də, yəni ayaqqabı giyməyi sevirsinizsə, çox çətindir, çox qəşəng iç geyimlər də var qızlar. Baxaq, qiymətlərinə 3.50, qəşəng modellər var, deyim biləsiz bunu da. Ayaqlı modellər var. Pijamalar da var bu arada. Gəl kişilərə də baxaq da daha keçib. Mesela şortikdir. Amma məsələn bu dəst görə neçədir? 15 manata baxın, nə qəşəng dəstdir. Şortik ilə bir yerdə. Görək zorab qızlar 42 razmerə kimi 11 manat. 2, 4, 6, 7 dənə. Çıxart hə. Çıxart qoy səbətin içinə. Sonra baxaq nə var. Qəşəng mənim axır vaxtlar yoldaşıma biraz didişirik o sarıdan ki, mən aldığımı o bəyənmir. Qırışırıq o barədə. İç geyimlərinə baxaq. 2, 4, 5 dənəsi neçədir? 25 manat. Yaxşıdır bu da. Biraz yəni ona görə əvvəl çox tez-tez, hə qoy içinə. Əvvəl çox tez-tez paltar alardım həqiqətən yoldaşıma. Axır vaxtlar nə bilim bəyənməyəndə inciyirəm, küsürəm, pis oluram deyə. Elə mən də ən yaxşısını deyirəm ki, heç almayım ki, sonra da küsməyim. Sonra bəyənmir, istəmir, pis oluram, küsürəm mən də. 9 manat qızlar bax, qəşəng 42 razmer 9 manat. Mənim stilimdir ya. 42 razmer. Mən sevdiyimdir. Heç də olmaz, düzələcək. Gəl, papaq qoymuşsan da. Belə. Papaqlar falan. Bunlar özüm biləcək işlərdir. Kocamın. Belə. Yaxşı üst geyimlər də var. Baxaq bu neçədir? 50 manata. Qəşəngdir amma kişi üçün bu da. Sonra bu köynəklərə baxaq, görək belə köynəklər neçədir. Bax yaxşıdır amma. Özü tam istədiyi kimidir məncə. Qoy görüm onun ölçüsünü tapıram qızlar. Qoy telefon qoyum qırağa. Yoldaşıma heç nə almayacağım falan deyəndən sonra qızlar mən indi bu dəqiqələr götürdüm ona. Bilirəm, bəlkə də gülürsünüz.
Çünki mən də özümə gülürəm. Elə indi dedim ki, heç də götürməyəcəm. Elə indi ona o köynəyi götürdüm. Nə idi? 6 manat idi qiyməti, yaxşı idi qiyməti. Pijamalara baxaq. Pijamalar da 25. Qəşəng pijamalar var. Qəşəng şeylər çoxdur qızlar. Həqiqətən var. İçində seçib baxmaq lazımdır sadəcə. Tək koftalar, görək bu tək koftalar neçədir? Aha, buna baxın qızlar, 5 manata. Nə yaxşı. Yəni 5 manat nədir ki, vergəndə? 13 manata. Yəni aralarında baxmaq lazımdır, elə bil. Yaxşı. Bu topiklər, mən belə topik çox xoşuma gəlir geyinmək. Bu görə bunlar neçədir? 15. İkilidir ya özdə. Məsələn, çox yaxşıdır gündəlik evdə geyinməyə. Basinlər, kalotkalar, kaponlar. Məla. Corablar. Böyle ayakkabılar da var burada. Böyle ayakkabıların içi 41'dir özdə. Normalda tapmırsam. Görüm qiymətini görə bilirəm qızlar. 26 manat. Yoxşudur qarda geyinməyə. Aslında mən belə 6 gündür geymirəm də təbii ki, amma yenə yaxşıdır. 41-ə kimi var da, Allah nəzərinizdə olsun. Sumkalar. Sumkalar da qəşəngdir. Bu ilin trendidir bunlar da. Altı çox qalın ayaqqabı geyinə bilmirəm də. Boyumla əlaqədar ehtiyac bilmirəm mən geyinməyə. Bot baleskalar. 39. Sizə görə bu baleska neçədir? 9 manata qızlar. Allah. 41-dir. Görək bu neçədir? Bu da yəqin 9-da. Baxın. 9 manata. Düzdür, belə o qədər yüksək keyfiyyətli deyil. Bunlar saç bağlamaq üçün Pinterest məhsullardır. Belə. Sonra nə? Bunlar da qəşəng bir şeylərdir. Məsələn, bu elə bir şeydir ki, qızlar, bu adi olsun da bakal kimi görsənir. Qiymətin birini bilmirəm neçədir. Məsələn, bunun üçün çərəz də qoymaq olar. Nə olacaq ki? Dekorasiyadan, ideyalardan çox şey asılıdır. Qırılacaq ömrüm. Sonra görək nə var. Fincan bölməsini bilmirəm, göstərdim sizə yox. Fincan bölməsinə düzdür, bax, məsələn, bunları bəyəndim. Amma mənim bu tipdə olanlarım vardı, yəni çox da belə sevmədim. Yəni istəmədim, götürmədim. Sonra şüşələrdir, var. Elə yox. Yəni fincan düzdür, bax, bu tip fincan axtarıram, istəyirəm də, amma yəni gərək görmədim. Sonra nə? Bu məsəl üçün mənə interesli gəlir, amma belə də, elə də çox sən deyən ay vay bayıldığım fincan olmadı. Su qabları da qəşəng var, Pinterest modellər. Sizin say sanki Pinterestdən fırlamış kimi bir yerdir də. Belə. Gəldi qızlar, Umidən. Rəsimi. Umiddə bir-iki şey var, onlara baxmaq istəyirəm, maraqlıdır. Görüm necə olacaq. 69. Qiymətləri baxın qızlar, yaxşıdır, 137 manat. Belədir. Mən yandıra baxaq. Ağ istəyirəm. Baxmaq istəyirəm, görüm. Neçədir? Beləsi də var, baxın. Bu da maraqlıdır. Baxaq gözlə. Baxım yandım. Yamur çana. Yamur. Burada da belə unvaliklər falandır. Burada eləmə, rəsm, əl vurma, xahiş edirəm. Əl vurma, baxmaq olmaz, icazə almadan əl vurmaq olmaz hər şeyə, ömrüm. Boyalar falan. O yəni heç bizə əsas bura lazım idi. Bu deməli etmalar buralarda göstərim. Hər şey var da qızlar Umiddə. Umiddə dəfələrlə gəlmişəm. Evdə bir çox xırda işləri Umiddən həll eləmişəm. Güləcəksiniz bəlkə də, amma hə, elədim. Mən öyleyim biraz. Gəl, arxaya gəl. Orada kraska iyisi gəlir. Kraska, boya. Boya qoxusu gəlir, hə. Mən mini duş kabin əslində çox istəyirdim də şeyəm. Adı nədir?
da bizə hamama. Düzü deyirəm bəlkə çox sıxar da hamama. Amma məsələn bu görün necə qəşəng görsənir. 269-a, 351-ə, baxın belə. Duş kabin. Bu dolab da qəşəngdir. Hansı şeylərin var mənim? Qəşəngdir. Yaxşı, maraqlı şeylər var. Nədir Rasim? Hansı şeylərin var mənim? Maraqlıdır. Deyirsən bunlar şkafdır içi. Hə, baxın. Nə maraq. Hə, 779 dəst qızlar. Əllərin yumaq. Bəs əllər yumaq. Hə də onlar da eləcək. Rasimlə belə yer gəzmək heç yaxşı fikir deyil, amma nəysə. Ya, bu nə yaxşıdır, baxın qızlar. 20 manat 90 qəpik. İmtazın üstünə. Maraqlıdır. Qazın maraqlıdır, başqa rəngi var. Elə belə soruşmaq istəyirəm. Görüm. Ha, çanaqlar da burada var qızlar. Çanaqlar. Geniş çanaq, bu da gözəldir. Bu da qəşəngdir. Yaxşıdır, baxın, elə çox baha deyil. 77 manat. Görürsən keyfiyyətlidir. Belə şeylərdən başım çıxmır, nə yalan deyil. Niyə ömrüm? Buradan yıxılacaqlar. Yıxılmazlar, qoy. Başıma yıxılacaqlar. Görün burada nə yaxşı, buxar aparatlar da var, qəşəng. Kutularım hiç görmemiştim. Bu dolablar da nə gözəldir, baxın. 100 manata, 99 manata, yəni 100-də. Bunlar da yaxşıdır. 87 manata. Nə qəşəngdir, hə, qızlar. Qəşəngdir. Bəyəndim bunları. Qoyuyorum aboylarını içəri. 28 Rasim, biraz yavaş. Rasim demək ki, 16-ya o dənizə qarışıqdır. Bizdə zal qalıb qızlar. Zala istəyirəm. Bu da mənim koridorumdakına oxşuyur bu. 24 manatda. Mən demək olar ki 20 manat aldım da. Belə. Dərin dondurucuya baxın qızlar. 497 manata. Of. Qoy görüm o yüzden nə var. Elektronika da varmış burada. Hələ buxar aparatlarına baxın. Ayılıq istəyirəm buxar aparatı. Məncə hamımız istəyirik. Qabuyan da istəyirəm. Hamısını istəyirəm. Samsung qabuyan. 859 manat. Gəl, Rasim gəl. 559-a da var. Hətta gəl. Gəl ay bala, gəl. Martın 4-ü qızlar Rasimin ad günü olacaq inşallah və mən o ad gününə görə bu uşağa bir şey az qalıb bir şey axtarıram, amma nə yalan deyim, hələ ki belə maraqlı bir şey tapa bilmirəm də. Yəni bu uşağın ad gününə belə geyinsin deyənə, fotosessiyası da olsun. İnşallah Allah qoysa, yəni görək nə edirik, nə bilim. Dəst kimi, ancaq belə gündəlik, belə qəşəng geyimlər görsən hardan ala bilərəm. Yaxşı. Baxaq görək. Nə var burada? Bura Brand House-dur bu arada. Yavaş. Brand House-dan qızlar Moda Trend demək olar ki eyni şeydir də, yəni. Deyin, eyni filialdır, eyni şeydir. Tamam, heç burada nəsə maraqlı bir şey ola. Elə bu yandan quruyan şalvarlara baxın, diş şalvarlara. Maraqlı diş şalvar. Gəl. Güney Ticarət Mərkəzidir. Elə Afyonun üzərindədir. Girdim buradakı hər etmana baxaq görək. Nəsə maraqlı bir şeylər gördük. 10 manata. Sarı. Bəs bu neysən? Qaçdı, bu aralar çox dəbə düşüb. Maraqlı. Nədir əslən? Ağzı yaxşı. Yavaş dəyəcəksən indi. Yavaş.
Burada da nə paltarlar ucuz. Əslində mən bura ən çox xırda xanımlar üçün daha yaxşıdır. Balaca ölçü. Balonkalar xırdadır da, görək. Gəl, Rəsim qızlar yemək yedi McDonald's-da. Atmıştım geçen gibi. Nuş olsun ömrüm. Yedi Rəsim. Ben çok da yedim. Hə, aferin. Lezzetliydi. Demək qızlar, Güzeldi. shorts bu soğança ilə bağlı shorts kəşfətə düşüb yenə YouTube-da. Ay Allah, nəyə şokdayam. Deyirəm ki, qızlar bu sözlərimə görə öncədən üzr istəyirəm. Deyirəm necə səviyyəsiz xanımlarımız var bizim. Necə danışığın bilməyən, fikrin küfür eləməmiş, belə ədəbsizlik eləməmiş, bildirən bilməyən, nə qədər söz ehtiyatı olmayan xanımlar var. Vay vay, cahil, nə bilim dəhşət. Yəni ola bilər nəyisə bəyənmir, istəyir söz yazsın. Amma necə fikrin düzəməli ifadələrlə ifadə eləməyən xanımlar var. Ay Allah, biabırçılıqdır da, yəni belə baxıram. Gör, yəni böyük qadınlardır da, hərəmiz belə pis çıxmasın, belə bir söz var. Hərəmiz bir evin yiyəsi. Yəni həqiqətən elədir ya. Yəni nə bilim valla, dəhşətə gəlirəm. Bayaqdan baxıram. Sonra kraska, hansı ki saçın özü ilə kraskanı təmizləmək, shorts bəlkə görmüsünüz. Məsələn o shorts qızlar düşüb kəşfətə çoxsu yazır ki, montaj eləmisən. Çoxsu nələr, ay Allah, bilirsiniz necə? Belə dəhşət, ya mən elə görmürəm. Mən də zarafat eləyirəm. Birdən nalayiq zarafat da eləyirəm. Təbii ki, yaxın bildiklərimlə. Amma danışıq tərzi, yəni bunun üçün bilməm, kitab oxumaq lazım. Ya içdən gələn, ya ailədən gələn tərbiyədirmi? Necə bir şeydir, mən bilməm nə deyim. Yəni o qədər təəccüblənirəm ki, inansız qızlar. Yəni bu xanımların belə bir danışıqlarına. Gəl bala, gəl əli ver mənə. Hə, vay, biabırçılıq. Yəni həqiqətən qızlar sözün əsl mənasında biabırçılıqdır. Çox heyif ki, bizim xanımlarımız, əsasən də Azərbaycan xanımları hər birinə şamil olunmur. Təbii ki, yazanları nəzərdə tuturam. Bəllidir ki, ən azı 25 yaş üstü xanımlardır da, çoxsu yazanların. Çox heyif ki, belə tərbiyədədirlər. Çox heyif. Çox məyus oldum həqiqətən. Gəldim evdə qızlar, biraz dincəldim. Yollanmışam, gəlmişəm daha doğrusu indi Biləcərdə Kəbirə xalqının mağazasına. Bilmirəm, vlogda heç ümumiyyətlə indiyə kimi buranı çəkmişəm ya yox sizin üçün. Ayda bu iki qazanı necə bəyəndim. Ayda bunlar nə gözəldir bu iki qazan. Çox qəşəngdir ya bu. İkisi. Bunu yaman bəyəndim bu iki qazanı. Qoş şəkil çəkim atım görüm neçəyədir bu. Kəbirə xala gildə. Görək nə var, nə yox. Bura qızlar Biləcərdə Ploşa tərəfdədir. Ümumiyyətlə çox qəşəng qablar var. Buradan çox qablarımı almışam. Həqiqətən. Bunlardan da gəlibmiş bura. Amma yəni əməliyyatdan da nə qədər qabaq gəlmişəm də. Bura axırıncı səfər beşik xalarımı falan buradan almışam. Çox şeyləri buradan almışam. Bu da qəşəngdir, baxın, sadə. Nə də çox zövqlü qablar gətirirlər bura, onu deyim ki. Naxı, nə gözəldir. Belə baxıram qab-qacağa, görüm nə var, nə yox. Uşaqların vaxtına kimi dedim, biraz burada vaxt keçirim, qaçım. Deyirəm, qazanlarım qızlar, zay olur da. Yəni, Allah, qazan insan nə qədər alar? Hamısı zay olur. Deyirəm, bundan istəyirəm, bunlar da, bu dəstlərdən. Prosto bunlardan da yemək pişirəndə, nə bilim, yaxşı, bilmirəm ki, yanır, yapışır eləyir. Çox adam bundan elə pişirir. Bunlara bir cür deyirlər, şirəli deyirlər, emal deyirlər, nə səbəb elə. Bu qazanlar da yaxşıdır, bunlar da yaxşıdır. Amma mən bu ikisini bəyənmişəm, indi görüm. Buradan şey də var, bilincik də var, nazik. Nazik var, görürsən bunlar neçəyədir. Yaxşıdır görürsən. Mən bilincik tavasını eləyənmədim də qızlar, adi tavada elədim. Daha rahat, beləsi də var, biraz böyüyü də var. Hər cürəsi var, görürsünüz. Qəşəng, bu peçkalar da yaxşıdır, bunlardan almaq lazımdır. Bu da qəşəngdir. Adam çəkən tərəzi. Adam çəkən tərəzi. Gəldim qızlar evə, qəşəng. Zəhranı, Abbası gətirdim evə, bağçadan.
Güya özümə kofe dəmləyirdim. Bu arada bu kofe yağ yandıran kofedir. Qızlar, necə? Yəni təbii kofedir. Yəni özünüz evdə öz arıqlama kofemizi elə bir hazırlayırsınız da. Mənim qaynanam, indi özü də bu mütləq baxacaq buna deyəcək. Mənim qaynanam saat 6-dan sonra bir ara yemirdi. Bunu da içirdi. O qədər gözəl təsiri olurdu ona. Həmişə deyirdi ki, Mehi, bunu iç. Mən də, yəni bunu təkcə içməklə heç nə olmur ha. Yəni pəhriz saxlayırsınızsa, qızlar, bunu da içirsinizsə, onda gözəl nəticələr görə bilərsiniz. Uzun müddətli saat 4-dən sonra, 5-dən sonra çalışıram heç nə yeməyim. Artıq mən yeməyə verirəm bugün. Abbas Rasim elə McDonald's yeyəndə mən də yedim orada, burgeri yedim. Beləncə də mən, yəni yeməyim hazır. Gəldim də uşaqlara, qızlar, qəşəng kartof gözlə verirəm. Gəldim qızlara da qəşəng. Uşaqlara da yaxşı kartof qızartdım. Üzərinə də yumurta vurmuşam. Gözləyirəm tam yumuşalsın. Belə qapağını örtdüm yumuşalsın qəşəng. Aparıb uşaqlarımı qəşəng yedizdirim. Bir sürü də qab çıxartmışam. Bunları da başlayacağım yumağa. Bugün nəsə yaman külək qalxıb qızlar. Uşaqların amma paltarları vardı. Maşında bitdi deyə hamısını astım. Getdi. Külək inşallah uçutmaz. Belə şpikalarını möhkəm elədim ki, heç olmasa hava dəysin. Sabah inşallah yığaram içəri. Gecəni inşallah ki, külək bunların heç birini uçurtmaz. Belə hava yaman ayazıydı, soyuqdur. Bu arada qızlar, bugün tenis topu aldım və kurtkamın artıq varatnik hissələrində ləkələr vardı deyə kurtkamı atmışam yumağa tenis toplarından bir yerdə. Sinsaydan aldım. 3 manat neçə qəpik idi. 2 dənə tenis topu atmışam maşına. Elə bil ki, balonka kurtkaların qızlar şişi yatmasın deyənə çox yaxşı üsuldur da. Yəni atdım belə, qəşəng baxın tenis topu orada yuyulur. O qədər gözəl bir üsuldur. Mən bunu xarici səhifələrin birində, sonra bizdə xanımlardan da kimdəsə görmüşəm. Bu arada qablarımı da belə yudum. İndi onları qurulayıb götürəcəm. Nəyə göstərmək istəyirəm? Qızlar, supum qalmışdı. Supun içinə çörəyi doğramışam. Sadəcə çöldə elə soyuq var. Ərindiyimdən onu çıxıb pişiklərə ata bilmirəm. Görüm qabları quruluyum. Araya salım gedim onu atım pişiklərə. Gəlim ki, yaxşıca qazanımı da yuyum götürüm də. Buraları prisosladım, elədim gəlindən sonra. Ona görə bunları qaldırmışam belə göyə. İndi endirəcəm. Orada meyvəm var. Onu istəyirəm gətirim qoyum bunun üstünə. Bir dənə bu şkafıma qızlar ayaq tapa bilsəm, elə yaxşı olar. Əslində ayaq tapmaq istəmirəm. Düşünürəm ki, bir dənə yoldaşım lovziklə bunu kəsib yuxarı qoysa, elə yaxşı oğlan olar. Qoysa da. Son olaraq istəyirəm sizə əməkdaşlıq eləyib əldə elədiyim bu qaz sobasından danışım qızlar. Mən çoxdan da bilirsiniz, qaz sobasını dəyişməklə bağlı paylaşım edirdim. Bugün demək Köhnə bazardan Öztürklər, Köhnə bazar Xırdalanın yanında Öztürklər mağazası var. Oradan bu qaz sobasını aldım. Qaz sobasını aldım. Baxın belə ağ sobadır. İndi bilmirəm necə çıxacağını, düzün desəm, yəni bunu bilmərəm. İşlətdikcə bilmək lazımdır. Amma yəni çoxdan arzulayırdım da qızlar. Bura köçəndən o qara qaz məni o qədər əsəbləşdirirdi. O qədər əziyyət çəkirdim o qazla bağlı. Həm toku işləmirdi, zarqalqa istifadə edirdim, həm də görüntüsü istər-istəməz mətbəxə uyğun gəlmirdi qızlar. Mən ümumiyyətlə evimdə elə köçəndə bura mama sağ olsun mənə paltar yuyan maşın, qızlar soyuducu və televizor almışdı və mən onları elə bil ki özüm bilərək ağ rəngini seçdim. Yəni boz filan mən nəsə heç sevməmişəm heç vaxt. Əvvəldən sevən olmamışam. Bizdə bacım boz filan sevir, amma mən o rəngləri xoşlamıram. Elə ağ istəyirdim. Elə deyirdim ağ olsun hər şey. Ümumiyyətlə yoldaşım özü də bilir. Nəsə deyəndə deyir dayın deyim nə rəng alıb Mehriban ağ. Deyirəm ki, ağ rəngi həqiqətən çox sevirəm. Və sağ olsun qonşularım dünənləri elə bugün gətirdilər, axşam qoşdular, köməklik elədilər. Elə soruşdum qonşumdan ki, görüm yoldaşı qoşa bilirsə, gəlsinlər qoşsunlar. Gəldilər, o yan, bu yan, axırı bir təhər bunu bura yerləşdirdik. Biraz obri qazımdan enli idi, çox az. Amma çox qəşəng.
amma belə istifadəsi də hələ ki bilmirəm. Çalışdığım qədər yağ çözücülərdən istifadə eləməyəcəm. Sırf yəni xeyr ilə qoy orada. Yəni onsuz da məndə bir adət var. Yeməyi bişirən kimi silirəm qazı. Elə olan təqdirdə uzun ömürlü gedər. Çox da belə bahalı bir şey deyil. Qaz kontrolu yoxdur. Ona görə də qiyməti münasibdir. Fikirləşdim qaz kontroluna nə ehtiyac var ki? Çünki onsuz da mən yəni qazı belə istifadə edirəm də, yəni burdayam. Bizdə qaz sönən kimi avtomatik pitmutka oradan səs elədiyi üçün artıq biz qazın söndüyünü bilirik. Hə, belə qızlar, heç nə. Şükür Allahım bu gününə deyirəm. Günü yekunlaşdırıram. Yavaş-yavaş o necə deyirlər, Allah hər kəsin, bütün xanımların ürəyinə, könlünə görə versin. Mən bu evə köçərkən düz genişdir, çox adam yazır filan. Xidməti evdir də qızlar. Yəni hərbiçilər üçün xidməti evdir. Allah hamının özünə nəsib eləsin inşallah. Allah qoysa. Amma yəni mənim üçün o qədər doğmadır bu ev. Allah nə bilim olmayanlara nəsib eləsin. Kirayədə qalanlara heç olmasa da ən azından kirayə vermirik. Şükür Allaha. Yəni dövlətin nəzdində evdə yaşayırıq da. Allah özümüzə nəsib eləsin inşallah. O günlər olsun ki, öz evimi bəzəyim, sizlərlə vloqda paylaşım. Amin, amin, amin deyək. Hə, amma yenə də, yəni evimi çox sevirəm. Mənim üçün fərqi yoxdur. Yəni mən o qadınlardanam ki, özümü tərifləmək üçün demirəm. Sadəcə xarakterimi sizə ötürmək istəyirəm. Mən harda oluramsa olurum, oranı özümə ev eləyəcəm, yaşanılacaq hala gətirə biləcəm. Çünki mənim içimdə o həvəs var. Yəni məndə bir şey var. Mən çətin günlərimi evimə sarılaraq, əşyalarıma, ailəm üçün bir şeylər eləyərək keçirdən insanlardanam. Tipik boğa bürcüdə. Yəni ancaq ev üçün belə olsun, elə olsun, o belə qəşəng olsun, uşağım orada rahat otursun, burada belə olsun, gözüm gözəllik görsün. Bu belə xarakterim var. Allah da həyata keçirmək üçün yol açandan sonra qurban olduğum əlbəttə o şansı istifadə etmək lazımdır. Belə, gələn vloqlarda görüşərik deyirəm. Sizlərlə sağollaşıram. Öpürəm hər birinizi, bağrıma basıram. Yaxşı ki varsınız, yaxşı ki motivasiya edəcək cümlələriniz var. Pis insanları mən belə çox belə takılmıram sözlərə. Əsas umduğum yerlərdən küsməyim.